o'rgatish, o'qitish zo'r bo'lib turibdi, lekin hamma rivojlanmay turibdi. Ko'pchilikda ota-ona so'z beradi. Orqang u ota-onam berib turibdi, ota-onam bizda unday sharoit bo'lma, masalan, ota-ona bizga raqarakka. O'zi marketing o'zi novi desa, mijoz jalb qilish, yetgan mijozlarni qaytarib kelish, bor mijozlarni ishonchini orttirish uchun o'sha durusha bo'lgan harakatlarni hammasi marketing deyiladi. Assalomu alaykum hurmatli kuzatuvchilarimiz. Bugun sizlar bilan Samimiyat podkastimizni yangi sonini boshlaymiz. Bugungi sonimizda o'zlarimizni Jaydari Xorazmcha gaplashishni ma'qul topdik. Chunki bugungi mehmonlarimiz bizani marketolog ukalarimiz Po'latbek bilan Abdullohlar bilan birga qilamiz. Chunki biz ular bilan o'zlarimiz ish jarayonida videolarni ishlajakda, sotuv ochjakda, ili onlayn darsliklarimizni zapis qilish jarayonida birga fikr almashib, kuchli insightlarga ega bo'lamiz. Ya'ni har bir suhbatimiz orqali bizlarga ilm ochiladi. Shu yuzasidan bu sonimizni shu ukalarimiz bilan birgalikda qilishni mo'ljalladik va inshaalloh bugun sizlarga manfaatli bo'ladi degan umiddamiz. Bugungi mavzuyimiz, bilasizlar, hozirgi kunda sohalar ko'p rivojlanib turibdi. Pishiriqchilik, tortchilik, tikuvchilik, SMM, mobilografiya sohalar ko'p rivojlanib turibdi, lekin ko'pchilikni qiziqtiradigan, ya'ni tafakkur egalarini qiziqtiradigan bir dona savol: nechun shunchalik ko'p bo'lsa ham ularning hammasi rivojlanib ketmay turibdi? Buni sababi nima bo'lishi mumkin degan savollar bugun sizlar bilan birgalikda javob izlaymiz va ko'p manfaatli narsalarni tushunib olamiz degan umidda boshlaymiz. Demak, to'xtaladigan bo'lsak, sizlar o'zlaringiz navda bo'laysizlar, hozir alohida ularning fikrlarini olamiz. Navda bo'laysizlar. Nechun hunar, soha ko'p, o'rgatish, o'qitish zo'r bo'lib turibdi, lekin hamma rivojlanmay turibdi. Shunga har qaysiniz o'zlaringiz fikrlaringizni bildirsangizlar. Birinchi o'rinda o'zi aytadi-ku, og'riq bo'lsa kerak birinchi. Keyin shunga qarab og'riqni yopishishni intiladi odamda. Ya Tursunovlarni birini boradi-ku, biri yoniga kelib, "Az 10 ming dollar topib turibman, lekin men 50 ming dollar topchakman" deb aytadi unga. U aytadi, "Nima ishlatsak 50 ming dollar topib" deydi-da. Shu mashina olaman, joy olaman. Anaqa emas-da, ya'ni masalan, чисти BMW M5 olacakman. Ya, payonida joy olacakman, anaqa emas maqsadi. Ya'ni uningki og'riq emas-da, ya'ni nima desam? Prosta hammada ko'rib turgan vajana intilgandan. Intiljak. Shu deyani, masalan, menimcha o'ylayman, ko'pchilikda og'riq yo'q, ya'ni plan ishlataman, oldinda qo'ygan maqsadlar aniq emas. Shuning uchun ming mutaxassislik bo'laversin, lekin ya boshchilik, disiplina bo'lmaydi-da, unda aniq og'riq bo'lmasa. To'g'ri, og'riq deganda ham ko'pchilik nima tushunishni tushunmay qoladi. Ya og'riq o'tmishda bir narsaga bo'lgan yetar yetmaslik yoki olingan zarba deb qarasak to'g'ri bo'ladi. Demak, og'riq yo'qligi uchun deb hisoblaysiz. Meni fikrim bo'yicha shunday og'riq, aniq bir og'riqi yo'q. Shunga qarab intilmaydi odam. Hammada mashina bor, shuning uchun olishim kerak, hammada uy bor, shuning uchun olishim kerak degan narsa uchun deb o'ylaysiz. Bu bir fikr, bir chastidanmi? Yana menimcha ko'p. Sabablar ichidagi bir sabab diyeceksiz uni. Bizlarimizni aytadigan bo'lsak, biz masalan Rossiyada ishlaganmiz-ku boshda. 1000 dollardan oylik topganmiz. Endi ayrim sabablarga ko'ra Xorazmga keldik. Oila bizga qarakkan, ikkimizga qarakkanda ko'pchilikda ota-ona so'z beradi. Orqang u ota-onam berib turibdi, ota-onam bizda unday sharoit bo'lma, masalan, ota-ona bizga qarakkan. Masalan, ishlab o'tmiz, masalan, Po'latjon aytadi. Tashkilot bordim dedi, jo'ralar mashinada ketibdi, falan. Men ham masalan tashkilot borsa jo'ralar mashinada keladi, falan. Yon atrofni o'sib turibdi, ko'rib tursiz. Ba'zi sen mashinada borasiz keladi, ota-onangizni yaxshiroq yer olib borasiz keladi. Masalan, do'konga kirsak, narxini qaraysiz-dan berib, polibomni kisam ko'taraman boshqa. Ishlab o'tmiz, masalan, sotuvchi bo'lib ishlab o'tmiz, 3 million olsak, shu vaqtda bizga bir 800 so'm chiqaradi shu vaqtda. O'zi boshda birinchi 1,5 milliondan kelgan. 1,5 milliondan ishlab yurganmiz. Necha yillardan endi bu gap? 3 yillardan. 3 yillardan bo'lgan. Shu vaqtda o'ylar edik, tam bir ish etmasak bo'lmaydi, bu yurishda yurib bo'lmaydi, bu yurishda uylanib yo bir ishda to'ylat bo'lmaydi, sayohatga chiqib bo'lmaydi. Fikr aytar edik-da. Kelajakni o'ylab yaxshiroq niyat qo'yar edik. Keyin ishlab o'tmiz, keyin Po'latjon aytdi, "Doy, SMM girali, qiziqishim bor, aytib ko'rganman" dedi. Shunning o'zini SMMni yuritar edik. Giyim do'konini. Qarasak o'xshatib turibdi. Yuritib turibmiz, klient kelib turibdi. SMMning orqasidan savdo oshib turibdi. YouTube'dan ko'rganmiz, oddiy YouTube'dan ko'rganmiz. Doy o'zi professionallar o'rganadi deganimizdan data borganmiz Shahzod Sabirov. Tavsiya etgan bir ustoz, Hindal ustoz tavsiya etgan borganmiz Shahzod Sabirovdan zo'r podda ishlayotgan, masalan, darsliklarni bizlarga tashab bergan, marketing bo'yicha ko'r, o'sasan. Ko'rganmiz, qo'llaganimiz o'xshatib turibdi. Darsga borib turibmiz, o'xshatib turibdi. Sentabrda biz maqsad qo'yganmiz. Bo'ldi, yilning oxirigacha 1000 dollardan sof daromadga girmasak bo'lmaydi. Lekin shabatishni bilamiz uni. Vali miya sig'maydi-da. Prosta maqsad qo'yib turibmiz. Maqsad qo'yishdan dars eshitganmiz bo'ldi.
Doğru bar yatıran bu hansıda da. Özü qədəm və qədəm həm mənəkəm şundan boladı axı. Mənəkəm şundan başlanğan məsələn. Prosto tak tikib oturubma, keyin maksat. Maksadınız barmı deyə də bilib qalasan. O mənim maksadım nə oldu? Doğru bar hansılar? $1000 koyganımız, keyin уже isimde okup çıktık. İndi şətəmiz. İndi proyekt alış gerek. Kaçan proyekt ama? Şu yanvarlarda başlayımız. Ne şansı çıksak bulan? Çıksak bulan. Lakin ekəm söyledi. Az işten başlasak, ekəmin korkuğu başda aylık gəmin kalar. Üyeni işten toxtat proyekt alış, risk var. 2 gün kalanda, aylık 2 gün kalanda rəhbər çakırıb tuttu da toxtatmasak bu muydu? Ne için? Aylık yetirip bər ölmündür. 2 gün kalanda işten boşadı. Ucu boldu. Başka necati yok. İşte proyekt tapış gerek. Çelliyere çıkıp görgemiz. Barık çelliyere çıkıp gördük. Bir proyekt taptık, fokus karattık, işledik, fokus karattık. Yani ne için özü rivazlamayı deyen sebebi indi köp, üzerimiz saldan karidon olsa, şu niyet kattarak koyulsa, yaxşırak eritsə boladı lan bərber. Səbəblə içində bir səbəb. Bugün səbəblə köp, bunun səbəblə, şulanı bir görüb çıxamız. Yəni, kəsəl bolsakam, damakınızı artdırğan bolsa, ağzınızı açıb uxladınızmı, ya buz düymə içdinizmi? Məsələn, köpçilikni səyaz fikirləkkəmaslıq gerək. Bir nərsəni aytsanız, həmmə vəci şuna bağlıydılar. Bir nərsəni teyində hər xil səbəblə boluşu mümkün. Bizə hazır şu səbəblə haqqında gəpləşib durmuz. Yəni, siz aytacaqsınız, demək, maksat yoxluğu boluşu mümkün. Keyin sizlənə o gəpləri izin aytvedizlər kuma, məsələn, köp biznes egeləri bilən işliyimiz, xunəri boğan bilən, qabiliyyəti boğan bilən, bilimi boğan bilən, şəxsiyyətini östürməyən boladılar. Məsələn, özlərizəm şəxsiyyətinə karımız başda. Mən özümdən məsələn 5 saat analiz etkənsizlər ku başda. Şu vaxt heyran qalma, 5 saatəm oturub gəpləşəmlə. Nişki oladı o, deyib məsələn oturub analiz etkən vaxtı, keyin aytqanızda düşüngən mən, rastlanam, özü sizləni şu gəpləriz, mən üçün yeçim boğan, nə üçün həmmə ösmündürtdü deyən gəpə. İndi özümcə oylayırdım, lakin çəkilərədim. Yəni adamla quru psixoloqda oxuyan, rivajlana verəmi deyən gəpni aytqan üçün heyran bolarədim. Nə o da rastırım, birə öskən, birə ösməgən. Rastlanam, etibar bərib qarasam, sizlə aytqanın şəxsiyyətinəm östürüb barışı gerək adam paralelini dəb oylama. Bizə Ramazan düzü dərs metodologiyasını düzüb çıxqanımızda bir dərs qoyduq, işte şəxsiyyət güçəytiriş boyunca. Məsələn, 1000 zor biləversən video düşürüşünə, 1000 zor biləversən zor target yakışını, 1000 zor bilərsən ideya yetişini, lakin məsələn, ideya yetişini bilədi, sənə gəl tutdudan ideyasını yetirib bər ölməsə sizə, muameləsini qılıb bər ölməsə, məsələn, siz bilən syomkada otursaq, bir temadan gülün açılsa, suhbətləşib, siz bizədən bir vəcə, bizə sizdən bir vəcə alamız, yəni kommunikasiya bolar. Doğru. İnsan şəxs sifətindən dünya qaraşı geng olmasa, gəpləşib bilmiydi, ekspert həməz etmiydi bu bilən işlər. Doğru. Gəlirdi, prosto syomka qoydu, 2-də gəlirdi, düşürədi, gitədi, oldu. Lakin küsüb duruşu gərəkdən, şu dərəcə, yəni... Az barsaq şöyle bir нәрsə örgənəmiz, bir nərsələ açıladı, deyib nəticə gərəkdə dursunuz. Lüboy bir xadim bolsa, məsələn, köprək bizə SMM menecerlər bilən işləgəndən keyin dünya qaraşını kengaytiriş gərək. Dünya qaraşı, məsələn, podkast eşitiş mümkün, kitab oxuş mümkün, köprək yaxşı adamlar bilən gəpləşiş mümkün. Gəpləşdən həm maksat boşu gerek de mesela siz bilen gəpləşdirməm mi? Ne olacak mən sizdən? Özü bilişi gerekdən də olacaq. Gəpləşdim boldu mən, bizə siz bilen gəpləşgəndən ki, mesela gəpləşib bolamız ki, maşina minamızdan üyə barınca siz bilen gəpləşin, gəplə analiz edib baramız. Cevap gələr üçün bir də bunun bizə nə olamız? Bir də bunun bu işin ətimiz indi. İnə bir də xata gördürmüz, doğulab baramız. Məsələn, Zülfiyə bilan gəpləşsək, bir yerdən bunu bol, doğulab baramız. Gəpləşdənəm də. Dünya qaraşı geng olmasa, Lüboy TV-dən gəpləşib getib bilməsəyəm, bərabər qıyınla işləşib getirir. Lüboy sahada olsun, nə fəqət SMM. Doğru. Şəxsiyyət deyəndə köp adam düşünməyəcək oladı. Şu şəxsiyyətin içinə çonquraq girəmiz. Şəxsiyyət özü nə o? Məsələn, şəxsi ösüş, ruhi ösüş. Nə o deyən özü o? Məsələn, şəxsi brend. Özü nə odan gəp çıxadı? Kimni brendi uçadı, şəxsi bob desək, şəxsi brend deyəndə şəxs sifətində şəkillənən adamın brendi özü uçadı. Məsələn, brend egəsi bosadan, lakin o səmimi bax, kuru ölməsə, gəpləşə ölməsə, uy mühiti, iş mühiti, xadimlərini başqarış tizimi həmməsi ümumi yaxşı bulmasa, bəyə bir qədəm nə odur yetişməyənin olub bara verədi. Yəni, şəxsiyyət deyəndə, misal üçün, içinə çonqurraq girəmiz. Məsələn, şəxsiyyət deyəndə mən üçün, şəxsən mən köprək içki dünyanı taza tutuşa urğu verəmə. Məsələn, şəxs sifətdə rivajlanış, məni biləs ruhi ösüş kurslarımam, için bilən deşingi birləşdirişə qaratılğan. Məsələn, şəxs sifətdə polatcanızı ailələ didam bolsaq, əgər ailə mühitinəm qaralmidam bolsa,
bu ucu toluq şəxs sifətdə şəkillənməgənlikni bildirişini düşündürüb ötüş gərəkdən. Şəxsiyyət köp eşitəmiz, lakin nə bu? Şu baradan məsələn fikirlərinizi bildirin lənə. Mən şəxsiyyət deyəndə içki dünya bilən təşqi tamanı Peyğəmbərimiz əleyhissalam aytqanını söz, niyyət, əməl birligini düşünəməm məsələn. Lakin kuruvunu özü girib getmidi ku misal. Boluşu mümkün ailə temasında, məsələn bizə yenə Poladcanlı cüft xalalam gəlib bizə də oxudular. Məsələn karimiz Muhit значит, noğa üstürtdü. Əyalında bu xislət var, bəndə bu xislət var. İşi nərsələr təsir göstərədə də karimiz. Siznincə yenə şəxsiyyətdə özünüz işləb ürgənizdən, görgənizdə yenə noğlarına diqqət qaratışları gərək məsələn. Yəni SMM menecer ekspert alacaq vaxtı şəxs sifətində noğlara qarşı gərək. Ava. Yəni bir nəsə var, ya məsələn sizin kurslarınızdan baxıb, həmmə nərsəni özündən görürüz. Ava. Bir Humayunam toş şu nəsə var getcən. O Rasseli ekspertdən Nəsrani o məsələn. Bunlardan şu nəsə işlədir. Bu dünyavi nərsəkən o həmmə nərsəni özündən görürüz. Telavam niyə deyən nərsəkən? Telavam niyə deyən? Bu qayda prinsipdən bu. Həmmə nərsəni özündən görürüz. Yəni özü birəvdən görüş anksat qoy məsələn bir nəsə oldu, ücret şunu dəyişən anksat nəsə qoy özü. Doğru. Lakin özün görüb çıxış gərək. Znaç nələrdir xata etganmi? Nələrdir nitorak bot tutdu. Bu mərdlik həmməni qolundan gəlmidi lakin. Bizə həm azı nə olsa özlərimizi görüb çıxanızda znaç nələrdir nitorak tutduqmuz bizə. Sizlə bilən mənimcə davam eləkimiz həm üçün davam etdirdi. Çünki mən həm özündən qıdıradan adamman. Həm iş aytamam ki, həm özüdən adam bilən yolu kadı bərabər. Kəsb sahasından, partnyorluqdan, şeriklikdən, lüboy vəcdə adam özüdən adam bilən yolu kadı. Məsələn, bizən həm tiküçülük kursumuzun rivajlanışına səbəb, naoba bizə də disiplina var. Dərs mi dərs boladı, konkretni. O heç nərsə səbəb bol olmaydı dərsini qaldırışımıza. Məsələn, svet ölçdü, ili kondisioner ölçdü deyən nərsə bu muydu? Mən sizlə də şunu görgənlikim üçünəm. Mənimcə bizə davamı yaxşı işlək gətirimiz. Məsələn, iş izə nisbətən narazılıqla sizlə doğru qəbul etib biləsizlər. Doğrusunu indi bir də səmimi gəpləşədən bolsaq, yəni məsələn, sizə aytıb ötdüm. Sizdə biraz adamını ayaşba dedim. Yəni özü nav cəhətdən ayaşba, yəni könlünə artıq qoymayın. Lakin ilahi qanun durğanda, haqiqat durğanda bir insana Allahın huzurunda bu xata birincidən kuru sizə ziyan etməmidi də, o şəxsin özünə ziyan etgələdi axı. Şunu ay düşünürgənizdə ki, yenə ötəvər istəyəm ki, şöhrlərlə qaraş gərək bərabər. Şu an müsaade özü yaxında maşının arkasında 2 mərtəkə burada var. Bizən evimiz əməz ki, maşının təkə buradalar, ola bilməyik. Arkadan gəvurdu. Bina var. Ki Abdullah tutdu. Nidadır xata etdikmiz, məzdən məzəkkə vurduq. Aytdığımızın aşını üstdükmiz biz elədi. Məsələn də uji aş qaydanı işlətib başladıq özümüzə. Doğru. İşdə bir mərtə istək etib bilməsmiz. Qayta işləyəmiz. Hər daim aytasınız, naş özünüz bir yerində görüb çıxsız gəlin. Bir problem olan gələmiz ki, sən işini bot tutdu. Naş bir yerlərinizdə bir nəsə bot tutdu da. Həmişə özümdən nə də xata etgənim bilən şərxləb bərəmən. Kurslarımdan köp oxucularım sizni işi vəciz üçün yaxşı görəmən. Birinci muammanı aytasız. Muammazını eşitkəndə arqa adamı yaman görəmən dedi. Lakin dedi şərxləb bərgənizdə ucu məndə neytrallıq payda boladı dedi. Ratçot buğa həmmə nərsə ilahi kanuna görə ratçot getib durubmuz da baytadı dedi. Özüm həm sizə də hürmət ətədən xətiməm şu. Mən özü həmmə də aytamam. Çünki Quranda adım köp ayətlə var. Həmmə nərsəni özündən qıdırış haqqında. Lakin bu nərsəni nətiş həmmənəm kolundan gəmidək. Yəni addi özündən qıdır deyəniz üçün yaman görədən köpçülük. Yenə şördəm, yəni sən ilimdən gəlib çıxıb haqiqatını ay tutturmuşsa, ortaya qoydun, boldu arkasında duruşun gərək. Bu səni yaman görüb qalamı, yaxşı görüb qalamı, çıxıb durub gəpli mi farkı yox. Şu qatdi uşat durub bilişə karidəykəndən bərabər. Bu bir prinsip dayındır, lakin çox böyük prinsiplər. Doğru. Məsələn, yox, özü aslında özündən qıdırış doğrudur, bəlkə özümüzdən məsdir. Lakin hər daim özündən qıdırış fayda işlidir. Hər daim. Yəni kim birəvə tönkəb onu günahsına girib qalandan görə əsl haqiqatını biz bilməsmiz. Allah bilədir. Bəlkə bizə dənməzdir. Lakin şəxsən mən həm vaxt özümdən qıdırıb ziyan etib gətirğanım yoxdan doğrusu. Çünkünəm nə təmən, köp adam üçün çıdaq durub bilmidi mən yanımda. Boyun möcüzünlə bola verəmi məyli. Bəlkə səndən məsdir. Lakin sən aytadı ki, təsavvuf əxlindən bir nəba özünü Firavun dəb bil, başqanı Musa dəb bil. Şunda adam ösəsən əkən də zor. Əgər onun, mən bunun ki, aqlaşa girdin mi tamam əkən də adam özünün çəllim köp aqlaşa, isbatlaşa hərəkət etsə, Xudadan şunca köp uzaqlaşa dəkən. Nə üçün desə özünü isbatlatdırdı, boldu. Xuday Taala bunu aqlaşını boynuna amid əkən də adamını. Aşı cəhətdən doğru özümüzdən qıdırış heç qaçan ziyana işlədi mi? Ya zərər gördünüz mü məsələn? Zərər görmədiniz, doğru mu? Hər daim özünü bir yerləriniz ötüb barasan, nə olur? Razanız ösüb para verdən, yəni. Doğru. Yenə nə olaraq qarasaq boladı məsələn şəxsiyyət deyəndə yenə nə olaraq giriş gərək?
Məsələn, yenə kəsbdaşlara nisbətən fikir bildiriş temasına qayıtalı. Yəni gəpləşkənimizdən. Məsələn, bir dövrədə oturub qalasız, yenə boladı sizlədəyəm, həmməmizdə boladı o. Kəsbdaşını, minusunu görsətiş arqalı, özünükini ap çıxıb bəriş. Məsələn, giritsək bolamı şəxsiyyətə? Şəxsiyyət deyəndə az o temas kadriyyət barıb da qaladı bər-bər. Məsələn, bizdə də inanışın halət bu tutdu da məsələn. İsləmi Allah falan işə tutur. Yox, bər-bər bu nə kurs atış işləmir. Bərəkəsiz oladı da. Doğru. 100 adam ala versən, bir əvnəyəm Allah. Lakin yol bakı məsələn. Şu nərsədən şəxsiyyət cəhətdən kadriyyətlər. Kadriyyətini qaraş gerək, niyyətinə qaraş gerək. Doğru. Məsələn, mən isə menecermən, siz ekspertsiz, yəni öz-özünə işinizin ustasısınız. Təklif bildirdiniz, davay, işlədi. Xoş, mən gəlsəmdən boldu da işlək getə versək, siz niyyətinizni, maqsadınızı mən düşünməsəm, mən özüm niyyətim, maqsadımı düşünməsəm, heç rabat bilmiz. Doğru. Mən gəlib durub sizdən başda niyyətinizni, maqsadınızı sorasam, siz aytqan qısqı, hər bir ayal qız, mən qısətkən baxımı qısətiş. Xoş, novu baxdı, aytqansız. Yaxşı dərəmət etsə buladı tiküçülükdən, tiküçülük adlı kəsbə mən. Hürmətə ega boluş mümkün ki. Hürmətə ega boluş mümkün. Üzünə, qızına vəz tikib bərsən. Ən çamınca emosiyada o. Şuradan gəlib çıxadı pozisiya. Şimdi çık pozisiyada ap çıxamız sizinlə. Sizin niyyətinizni, maqsadınızı bildik. Biz hələm niyyət, maqsad düşündük ola. Məsələn, sahaya girdik, boldu, daramət tapamız, milyon tapamız əməz. Üzə ustazla aytqandan, hər bir işdən savaba yersə bala. Nisədir? Niyyətini doğrula. Sahaya girecek mən, siz bilən işləb başlayacaq mən, niyyətimi şəb qoyamam. Zebabkəni ekspert sifətində çıxarıb, kursa köprək adam yığınab, daramətini əkəlişini, niyyəti köprək qızlar kəsbli, xunərli olsun. Köprək qızlar xunərli, kəsbli olub durub, köçəyə çıxıb, yama işlətin üzünə, ailəsinə yaxşıraq daramət girsin. Doğru. Niyyətini doğru qoydu. Bunlar niyyət Allah Tanrı rızalığına erişsə boladı. Lakin mən daramət qoymadım. Niyyətini doğru qoydum. Daramət özü gələdi qoy. Daramət itakam gələr. Məsələn, $8 başlaqanımız. Üz bərabər gəlsiz. Məsələn, lişni $16,000 bərk qoysun. Bizə lakin maqsadını sizdən kəttaraq summada pul alışamaz. Niyyətimizdə sizin kursunuzu köprək adamlara bildiriş, sizin üzünüzü köprək danıtış. Şu arqalı kursunuzu köprək adamlara gəliş buna. Yəni cəmiyyətini yaxşı tamana özgərtiriş da. Ali maqsad. Öz aslında şu nərsələr yeşnicə summa bilən ölçənmiydi. Biləsizlər, köpçülük azı məsələn başda mənəm İnasitlə bilən, yəni Sagnan reklamasında görgənmiz ki, şu doğrusu yaşırım mən, SMM-ci desək, barıb oturğanmı, şəhətib oturubma, az gələdi, bizən bir gələdi, bir də şirkətədi, də pərəz etkən mən, girib dursun, aparatla da, profesional kamerala da, kostyum çalırla da, keyin doğrusu mən Polatcanlı şu Sagnanı direktori də oylağanman da, az şu direktorəm, Polad oxşuydu deyəm mən, özüm doğrusunu aytsam, tapıçkədə barğanma. Mən aşı günün tapıçkədə barğandan ki, indi məhəs etmiş biləmə, lakin mən şu gündən ki, tapıçkə giymədim sizləmə yox mudan. Nə üçün deyəndə, işləri izə boğan ali xurmətini gördüm. Şimdi özüm, mən adlı tüküçü bolsamam, məsələn, SMM-ni şunda etdirib, SMM-çi desə bizə də, SMM-çi, mensiməslik boğan. Prosto, mən sizlərə qaranda üzümlə, erkək xilimi görgən mən, yəni nav mənada. Məsələn, tüküçü desələr, ya öylərə bulaşıb, həmmə iş çalayatqan, ya okatı pişməyən, giyimi bitməyən, balası qaralman, həmmə tərkaq halətdəki bir şəxsini düşünərədilər əvvəl tüküçü desə, mən aytqanman, mən şu nərsəni özgərtirəmən deyəm mən. Kagbutda sizəni görgəndə, mən tüküçülükünü özgərtirəmən desəm, bula kagbutda SMM sahasını özgərtirədən adam əkən, deyib qarağanma. Mən o vaxtı düşünməyəm, mən misal üçün sizlə bilən işləşini başlağandan keyin bardım axı Əlişər İsayıfam. Əlişər İsayıfa barğan vaxtımda, indi doğrusunu aytsam, mən özüm bilməyə halda köpəcdən doğru ətəmənəkən, özüm bilməyə halda yenə şu sizlə bilən işləşini təlləb doğru ətkənimi şöhrə barğanda bilgən mən. Çünki Əlişər İsayıf aytqallar ki, bizərə bəyanına ucu mediya bilən boladı. Çünki ucu televizor görməydi heç kim, köpraq, ictimai tərmaqla. Çünki həm məni kolu ina, maşina minəsənəm ina, avtobusa minəsənəm ina, birədə uçurtda durasanam ina, okat kütüb oturğanam şu telefonda. Yəni, mücaz neydə? Sənəm şödə boşun gərək. Keyin doğrusu əvvələm məsələn özüm telefonda düşürüb işləşə hərəkət etərədim. Lakin
doğru, yəni aytqanınız şəri əhkamlara əməl etgan halda bizə də ösüş bolğan, lakin tən alıb aytış gərək, uşatdırış yox idi bizə də. Məsələn, yazda okuçu köpək getədi, qışda azayıq qaladı. Ucu qışa qaranda işanasıyla qrup ayta donsaq, mən okuçu sanını azayışını ucu eldindən, miyəmdə, reycəlimən maksat qoyum mən qışa. Qışda prosto yaşab ötsək boldu, deyəm pozitiv olaraq da. Qışda əldin. İslə gəyəndən keyin, məsələn, satuv boyunca kurs kaçan deysiz, soruysuz, keyingi videonu işləyimiz desəyiz, pəlança okuçu desəyiz, mən sizə kar elədimdən, boladı, işinçə okuçu hərəkət etəmiz desəyiz, bola məkən. Deyəm, vəc bolar əddən içimdə, bola məkən. Keyin qarasam, ucu qışdam şu vəc botturubdu, okuçu sanını. Yəni, doğru, hazır bizə aytışımız mümkün. Vussam boladı, məsələn, aytdıq bütünlə bir zebabkən öz şəxsiyyəti güclədi onu, özü rivajlanğan ədi o, yox, rivajlana verəsiz, lakin məsələn, Motorola bilən iPhone-nu misalında, Motorola nə o deyən, gülgən ku, nişətibdi, bizə knopkəlimiz, sensorni, knopkəsi yox, telefonu çıxıyorladı o desə, iPhone çıxdı. Az Motorola nə də heç kim bilmidi. Məsələn, yox, ucu Motorola deyən telefon çıxqanda heç kim ucu amidi onu. Mənəm aşı Motorola oxşab arkayın, kibrimi arkayın gülüb, onda oturğandan görə, mən yaxşısı işi iPhone-a oxşaşını təllədim demək. Aşı təlləvimdən doğrusu azraça əfsuslanım mən. Məsələn, bu video üçün ya başqa üçün aytım mən, səmimi aytamam, biləsusunu. Dım söynəmən, yəni uşaq hanım üçün. Çünki mən hazırғы gündə, məsələn, əvvəllə bizə mənağa unca köp etibar verməsədik, yəni həmmə trend işləsədik, trend video, bir günə tikib koyub ərilgən video, hazır sizlə bilən işləşini başlanandan ki, ucuma səviyyəli kontentləriyiz. Ötə səviyyəli, yarıqlıqla, xoşray bərəslə, kim işliydi dedilər. İnan, bugün şu kadr artındakı mehnətkeşlərimizin üçün ap çıxdıq və doğrusu sizlərin özlərinizdən ilim alışa güclü işləyək. Məsələn, gəyərlərinizdən bizə erkək kişimiz, noğa bizə bu xatın kızla işləyişimiz gərək deyən, pastukkədə qaramansla. Mən o liman, həmmə oğul balla şunun boluşu gərək işləyən deyən. Məsələn, Xuday Taala əldindən şunun bir adam ap çıxdı mı, oturub səmimi söhbət quruşa bir imkaniyyət yaratdı mı? Köpçülük erkəklə də özün biləmən pozisiyası güclü. Lakin qarat durasız, bilədən nərsəsi həyatı təcrübəsindən gəp çıxqan, bir ilimdən, ya ki bir kitabdan, ya ki bir ustazdan gəlib çıxqan nərsəməsdən ay tutturğan nərsəsi. Əslində mən şu nərsəni nə desəm boladı, özün biləmən pozisiyanı görməyənim üçün doğrusu işanıb tölav etkən mən. Məsələn, mən yenə tölav etəməm. Məsələn, iyul açazda qavorumuz boğan bolsa, mən iyulda yenə planlaşdırıb, yenə şunu etib bərəməm. Çünki mən ucunun nəticəsini artıq bilən aldım. Doğrusu da, məsələn, indi o ananı karta nomer üzüz gördüyüz məsələn satuvumuzun çıkıb oturtdu. Ucu işanç hasıl etkəndən ki adam netmidəyəkən. Lakin bir nərsə var, şuna aytıb ötüşüm gərək. Köpçülük danışlarım məndən sizdən soruydular. Məsələn, SMMçi üzü başda sistem yadınızda olsam aytqansku. Telefonuma saxran edəcəkdə Polat SMM-də qoysam, SMMçi də bir nərsə desə bizə SMMçiməz, bizə digital marketing deyənsku. Doğrusu mən özüm uyalğanma, şunun deyənim üçün, nə üçün? SMM nə o, mən düşünüm mən. Kətdə köpçülük şunun, biləsimi? Ya, mobilografam SMM-çi, targetolukam SMM-çi, özü şöyle izah bərib ötəli şu nərsəyə, özü nə o bu, SMM nə o, bunun farkı nə o? Marketing desə, mobilografiyam şunun içine kitədə boyda həmmə mobilograf kəsə, bu SMM-çi də kütüğünü dum kətdə kütüb bərədir adam özü, mobilografdan. Mobilograf özü quru düşürüb bərədir, doğru mu? Mobilograf sizin ideyanızı prosta video şəklində kep bərəm. Hər qaysının özünün vəzifəsi. Hər qaysının özünün vəzifəsi var. Mobilografam özü türə bölüb ki dinamik düşürədi ona, statik düşürədi ona, dinamik deyənə ya astan düşürədi ona, statik deyənə ya maşinlan düşürədi. Maşinlan düşürədi. İşqılıb umanlı dumam düşünüm mən. Lakin nə takasasak boladı. Stomatolog desə, məsələn, viner qoyadı ona, implant qoyadı ona, ki plomba qoyadı ona dinli. Bundan təşqarı yenə dişə qoyardılar görürsən. Briket. Briket qoyadı ona, işqılıb lakin bir-birisinin işini birisi bilməydi. Yeni aralaşmaydı onlar. Bir yönəlişdə oxuydular da, digital marketing deyənəm. Həm məsələn, acılıq getkən özü marketing özü nə o desə, məsələn, micaz cəlb qılış, getqan micazlarını qaytarıb gəliş, bu micazlarını işancını artdırış üçün uşaq duruş vəzifəsini bəcərək. Duruşa boğan hərəkətlərin həmməsi marketing deyilədi. İndi marketing içində nə o desə, marketing içində SMM, targeting, keyin ropa yəni satuv bölümü adını ucu, keyin mobilografiya, videografiya, montaj, həmməsi içinə girib gedər. Yəni həmməsi üçün bir dənə mütəxəssis olması gərəkdir. Yəni çukur zor bilədim. Bir adam lakin həmməsini zor bilib bilmir, targetini, yəni SMM-ni, mobilografiyanı həmməsini bir adam zor bilmir. Çünki bir dənə yönəlişlərlə şundan zor bolğan yaxşıdır. Bizəni mentalitetdə sən xataraq boladı. Məsələn,
bir kursa boradi, shuning uchun hamma narsa bor. Targeting, brand face, yana bir narsa. Ya'ni chuqur o'rgataman deb aytadilar, lekin to'g'ri salgina bo'lsam bilib qo'yish kerak, mobilografni ishlatishini, boshqatishini, to'g'ri rakurs bo'lishi kerak, lekin bilib qo'yish kerak, lekin shuni hammasini zo'r o'rganaman deb kutib bilan boradilar-da, lekin hech qaysisida zo'r bo'lmaydi, chiqadilar-da, shunday boradilar, keyin SMMchi, shu SMMchi degan ortga ketadilar. Ya trivodnom shampun, trivodnom kofe degan narsalar bo'ladi-ku, lekin mutaxassislar trivodnom degan narsani yaxshi emas u deb targ'ib etadilar. Masalan, trivodnom zumli pasta dedi, lekin shu stomatolog aytsa trivodnom bo'lmaydi u. Bir narsani zo'rini olish kerak. Masalan, akartarodon zo'rini olish kerak. Ya dishing kasalini qarab zumli pasta tanlash kerak dedilar-ku. Masalan, nelar ham aytadi? Sochni uxlatadigan parikmakerlar ham aytadi, trivodnom bo'lmaydi, trivodnom ishlatmanglar. Lutfi soching nomlanmasi bor, shuni og'riq beradigan narsa ishlatishing kerak deydi, ya'ni og'riqqa yechim beradigan narsa. Shu marketing sohasi ham shunday-da, san mobilograf kerak, mobilograf bilan ishla. Lekin o'zi umumiy digital marketing tutib ishlash kerak-da. Demak, digital marketing bular hammasini o'zining ichine jamlaydi. Marketing jamlaydi, digital marketing o'zi faqat onlayn tarafini olib beradi, digital marketing. Masalan, ikki xil marketing, international marketing bor, digital marketing bor. Digital international marketing degani bu offline, ya'ni internet aralashma marketing, masalan, bannerlar boshqa bo'lishi mumkin, masalan, narxni to'g'ri pozitsiyalash. Digital marketing esa bu faqat onlayn tarafini olib beradi-da. Shundan farqini ko'p odam bilmaydi. Men ham hozirdan yaxshilab bildim. Masalan, qisqacha tushuntiradigan bo'lsak, bir odam kelib turib, ham ssenariy yozib, ham video ishlab, ham videoni montaj etib, ham videoni qo'yib, ham analiz etib, ham target qilmaydi-da uni. Sifat tushib ketadi. Masalan, o'zinchik bo'lishi kerak. Keladi bir odam, komandasi bor, syomka. Sizlarniki shuningki ozgina targetlar ham o'zlaringiz javob berasizlar. Operator video tushiradi. Bo'ldi. Masalan, Polatjon SMM manager bo'ladigan bo'lsa, videoni sifatini bundan so'raydi. Video tushirildi, boradidan montajyor montaj etadi. Montaj sifatsiz chiqadigan bo'lsa, Polatjon bunga so'kmaydi endi. Buni vazifasi tugadi, chunki syomka ketib bo'ldi-ku. Endi bunga so'kadi. Bundan so'raladi. Ssenariy javobgarlik bo'ladigan bo'lsa, Polatjon masalan, komanda bor, o'zlari aytamiz ssenariy. Keyin target, o'zi vazifalar sal chuqurroq kiriladigan bo'lsa, ko'pchilik, yana nechun o'zi bir odam ishlaydi, kitobini niyatmaydi. Kitobidan chiqib bo'lishi kerak edi. Sana kelishlari kerak edi. Maqsadli auditoriyasi kim? Qizlar, ularning og'riq xohishlari nima? Girib chuqurroq kastivlatib o'rganishlari kerak edi. Bir odam uni hech qachon ko'rmaydi-da. Maqsadli auditoriyasini o'rganib chiqishi kerak. Kastiv qilishi kerak, sizning kuchli. O'zi shu narsa nedan buzildi Abdullah, bilasizmi? Odamlarni o'zi ham mijoz jalb etish uchun, menimcha shu mutaxassislar o'zi mijoz jalb etish uchun hamma narsani o'zlari bo'ynuna olib bergandan deb o'ylayman. O'zi men tikuvchilikdan aytaman-da, tikuvchilikni yere urilib ketishine sabab soha emas. Shuni ichindagi tikuvchilarning o'zi. Pul topsam bo'ldi deb rozi bo'lib, ichini chalama-chakki tikib beraverish, rozi bo'lish. Bizda ham shu, ish topsam bo'ldi, lish bu izini javobgarligini o'ylamaydilar-da. Ish topsam bo'ldi deb hamma narsani bir o'zim etaman deb bo'ynuna olib, menimcha sohani qadrsizlanishina sabab bo'lib qoladilar deb o'ylayman. Boshqa turibdi-da, o'zingdan ko'raman senda. Lekin ko'pchiliklar biznes egasini ya tikuvchi bo'lsam mijozdan ko'rib boshlaydi derim. Bular qadrimizni bilmaydi, bular pana aytadi. Lekin hamma narsa 7 ishni bir odam aytsa kim qadrlaydi? 7 ishni bir to'g'ri sifat tushib ketadi baribir. To'g'ri. Hobbining qaraydilar-da, baribir. Endi tikuvchilikda shuning bo'lishi mumkin. Biz ham sohada mumkin. O'zi boshqa ishlatib beradi. Isem zo'r rivojlanib turibdi deb hobbining qaraydi. Boradi, ichazam ishlaysan, $400-300 deydi. Hobbining qarab tutdi-ku. Hamma ishni uzatadi-ku. Biznes egasi ishlashib ko'radi, natija bo'lmaydi, SMMchi bo'lmaydi ekan. SMM shu nadaqa ketadi, limitga ketadi. Lekin SMMning vazifasi chuqurroq vazifalar bor-da ichida. Shu vazifalarni deman SMM sohasida yurganlar, menimcha kasbdoshlarni analiz etish, surishtirish emas, ish sohani qo'shray etib ochib berishga qaratishlari kerak. Chunki o'zim ham boshda shaxsiy rivojlanish, ya'ni ruhiy o'sish bo'yicha bilimlarim bo'lmagan vaqtda to'g'risi. Mendan birov ko'chiribdi, ma qarab ish etibdi, o'zi o'ylab topsa bo'ladi-ku degan vajda bilan ko'p chalg'ib qolar edim, to'g'risi. Keyin to'xta, sen shu sohani o'stiruvchisi ekansan, demak u sendan ko'rib rivojlanib turibdi. Aslida sen yaxshilikka sababchi bo'lib turibsan. Qo'y, bir narsadan fokus qayerda bo'lsa shu yer o'sadi. Agar fokus
argı kasbdoshlar raqobatchi deb girib ketavering. To'g'ri, masalan, marketingda raqobatchilik analizi degan vəc bor, lekin chegaradan oshmashi kerak ekan hamma vəcdan. Diqqatni orana qaratib, "Necha odam gapdi, necha so'mdan gapdi, nima bo'pti" desa, rostdan ham shunday o'saveradi ekan. Masalan, men hozir o'zim haqda, o'zim bilmaydigan gaplarni eshitib qolamanda, avval qisli qaradim. Jarayon shunday davom etdi. Qarasam, men o'sib turibman. Keyin eldimdan bir jumla chiqdi. Fokus qayerda bo'lsa, shu yer o'sadi. Ho, dedimdan, astasında ular o'zini fokusi bilan meni o'stirib turibdi ekan. Keyin aytadigan bo'ldim, o'zi iltimos, men hech kim so'rlasa tarafimni olmanglar, hech narsa demanglar. Ularni fokusi, ya'ni kvant fizikasida uni energiyasi menga yetib turgan bo'lsa, meni energiyam oshib turibdi. Ina aytadilar, "Zeb obkaz energiyani chat topasiz." Mənmi deməyim, özüm yaxın adamlarım, mən haqqımda aytilgan g'iybatlar orqali doladi menda energiya. Chunki Xudoy taolo energiyani bir odamga bersa, uni yaxshilikka sarflaymi, yomonlikka sarflaymi o'zi biladi. Sizlar ham menimcha o'sib gatirganlaringiz nasi? Masalan, men o'zimni donishlarim ham hammasi rahmat aytadi. Masalan, ina Matlub akam ham oddiy aytadilarki, "Damla, men Instagramga to'g'ri seriozno e'tibor bermasadilar. Endi lekin men ularni bilimli bo'lganliklari uchun shaxsiy brend yuriting" dedim. Masalan, aytib turdilar, "To'g'risi Instagramga seriozno qaramadim, lekin zo'r o'quvchi keladi ekan Instagramdan ham." Rahmat sizga aytganingiz uchun deb turdilar masalan. Alisher Isayev ham aytib turdilarki, masalan, bozor biznesi o'zi o'lmadi, shakli o'zgardi. Shakli inamın jihatdan olib chiqish. Ya'ni marketing bilan o'zi ishlamasa bo'lmaydigan davrga keldik. Endi bir Xudoni bir inoyati deb o'ylayman, chunki ko'pchilik odam Rossiyada, yana masalan o'zlaringiz ham Rossiyadan og'riq bilan kelsizlar bera. Shu o'rinda ayollar ham bir ina apazını acizalik pastupkasında saqlağanları yaxşı deb o'ylayman, chunki katta ko'pchilik ayollar oilasini o'zi qutqarishga harakat etadi. Apangizdan nima bo'lgan? Charchaqdan keyin, masalan, uyda o'tiribdi. Bir sizlarga qo'yib berganliklari yaxshi bo'lgan, o'zlaringizga qo'yib bergani. Ko'pchilik apalashadi. Bolam qiynalmasin deb mas'uliyatni bo'yniga olib chiqib ketadi. Shu o'rinda men aytamandan, bularning onasida acizalik pastupkasini saqlab qolgan ekanlar. Ayollik pastupkasini. Shunday erkaklar o'sadi-da. Sizlar o'sishlaringizga sabab men aytganman-ku, sizni ko'rib apaznichilikini taxmin etdim o'zi. Ya'ni erkak kishi o'sib turibmi, demak uni uyida bir ojiza, o'zidan patiya berib qolib, uyda o'tiradigan, hamma ishni o'zim etaman deb chiqmaydigan bir ona yoki rafiqasi bor uni uyda. Deb qarayman. Masalan, Ayimjondan pastupkasini gördük. Bəybi erkəliki var. Şu erkəlik gerek həmmə ayala. Mən etəmən deyə vəz bilan çıxaversə, ucu ya aytqanız deyim, məsuliyyət, nişət çəkən pul tapış gerek edisku. Şu nərsə yox alıb getədə ekan da erkək kişidə. Ki ayal kişiləşətədir, kim ayıbdar? Erkəkim ayıbdar. Lakin yükləni boynuna alıb durğan özü boladı. Şunun üçün sizə də şu özüm üçün ağa insightim, köp vəziyyətlərə qoyub görgənimdə doğru gəyəndə. Aşı cihətlərindən qaraş gerek. Şunun üçün fokus nədir? Sizin fokusuz, məsələn, azı bizəni brend işəb yürütüşdə, Zülfiyə Epkən işəb yürütüşdə, məsələn, yaxşı üst gətirsizlər də boylayman. 3 yıl içində, timboli heç kim mensimiydən, heç kim məs indi köpçülük mensimiydən sahadan yaxşı nəticə gətirsizlər də boylayman. Hələ 2 yıldan keyin məsələn, stikyoçuluqdan köp adam tən alıb başladı. Yaxşı, nə üçün desə, Türkiyədən giyim girtdirdi, yeni kitçi, bir yeri ullu, bir yeri doğru gəmiydi, predelka etdirişi gerek, 2,5-3 milyona aladı, predelka etdirədi. Keyin ucu oylatdırdı, hə, toxta. Hələ şu işini etməyənim də, özümdəkini özüm tikib giyməkim paydayken, dəb ucu oylaşına səbəb botdurdu. Məsələn, bu kursların narxını çalışdıradı, bir predelka etişi gerek onu, qırptırışı gerek, qıstırışı gerek, qaytatdan onlaşdırışı gerek. Şunu düşüngəndən ki, ucu qadır kütərildi, bəribir 3-4 yıl əldən gedən yaxşı azı tükürçülükünü Urvenidən. Sizlərəkindən 1-2 yıla hələ yaxşı baradı. Sizlər işini açıb bərsəyizlər, məsələn, naunçik, nişətədi açıb bərsəyiz, mənimcə yaxşı baradı. Yəni nə o tema ötəmiz? Raqabatçılar yamanlaş. Raqabatçılarni ko'p analiz etvermeslik, itibar qaratmaslik gerek dediniz-ku. Ya shunday narsa bor, ko'pchilikda e'tibor berganmiz boraddan raqabatchini yomonlaydi. Ya biznesi barsanız, biznesi egasi. Endi sir emas u, doğrusu samimiy bo'ladigan bo'lsak, hammamiz ko'rib turibmiz, bizani hozir ko'rib turganlar ham shu ishni etmaslikine bir motivatsiya bo'lsin, tushuntirib berali. Masalan, raqabatchingiz kim deb so'raysiz-ku, ko'pchilik biznesi egasidan. Ko'pchilik o'zi aytadidan yomonlashni boshlaydi, sal ba'zi holatlarda, hammasini emas. O'zi minus ishida bizlar ham seriozli qabul etamiz u narsani. Sog'lom raqobat emas o'zi. Sen menlar ham ko'psini bilamiz, boradda palankasini bilan ishlamadim desa, to'g'ri yomonlashib o'tib ketadi. Lekin eng xato narsadan u insonning qadrini, hurmatini tushirib beradi. Doğru. Doğrusu.
Siz bilan başlagan vaqtda raqobatchilaringiz kim deb so'ramizku, maqtab boshamiz. Men Abdulloh Karim, Abdulloh Maqarim, Ronaldo Mitobi. Kimdan kamchilik narsa-ku. Raqobatchilar maqtab o'tiribdi, qara qayram bo'lib. Shunda aytganmanmi, to'g'risini aytsam bilinmayman hozir o'zim. Endi kurslar kim ochiq qo'yganini ochiqcha gaplashib aytganmiz. Bu sog'lom raqobat. Chunki sizlar bilan ishlashgacha men o'zimni shaxsiy rivojlanish, ruhiy o'sish, tasavvuf ilmi o'rgangandan keyin o'zi u ham Xudoyim yaratgan bir bandasa, raqobatchi ekan deb ustundan bir tonna xaltani ag'darib tashlash kerak emas-ku. Prosta bir-birindən nə desək bo'ladi, motivatsiya olib o'z jihatindən ishlatsak bo'ladi raqobatchilik analizini. Raqobat ham kerak-ku. Masalan, uni zaif tomonidan foydalanish kerak, kuchli tomonni undan ham kuchli bo'lish uchun harakat etish kerak. Bo'lmasa, kur o'zing bo'lsang, monopoliya, masalan, o'sish bo'lmaydi. Yana og'riq bo'lmaydi. Og'riq bo'lgandan keyin yana yuraverasizlar shunda bir xil shudayamni. Doğru. Mən həm tən alıb aytamam. Məsələn, kəsbdaşlarıma, indi mən rəqabətçi dəsim gəlməydi. Kəsbdaşlarıma qaranda, məsələn, dum xoşşay bir fason çıxarsalar, nə üçün şu fason mən kəlləmə gəlmədi deyən nəsə boladı da. Məsələn, sizlərdən sağlam rəqabət. Yəni məsələn, ümumi nəsə bu adam B-də ucu adam nəfsini danışı gərək. Məsələn, nəfs B-də şətədir. Bir işi içində səni xeyrətləndirdi, rəqabətçini bir işi səni xeyrətləndirdi. Riski rəqabətçinin şəxsiyyətinə ötüb getiş, ili onu qaralaş, ili onu eybini aytış, şəxsi həyatına girib getiş. Bu nasağlam rəqabət, bu rəqabətləşdirən, yəni analiz etdirən adamın özünə minusa işləyir ekan bu vəc. Çünki şunun dəvirlərin mesliməndə bir bərəkən, bir ösüşüm yox idi doğrusu. Qaçan ki təsavvufi cihətdən, yəni bərabər şəxsi ösüşə qarat durdu həmmə nərsə, ruhan ösüşə bağlıq bu durdu. Şu cihətdən düşünüb yetkəndən ki, o içimdən mən özüm yanıb göyüb doğrusu bir bilan salışdırmam və özünü hürmət etən adam mənimcə heç qaçan rəqabətçisi ya ki kəsbdaşını yamanlamaydı da boyluma. Bu nərsəyə güclü ehtiyat buluş gərək. Məsələn, doğru ustazı şəb təlləli də soruydular məndən. Doğru ustaz təlləş üçün köp qismları var. Lakin onu həmmə də görüşüz mümkün. Lakin ən doğru ustazın təlləş üçün ona bir kəsbdaş haqda söhbət başlaq görüb yamanladığımı turub geçiş gərək də boyluma. Hazır ən axırı qalğan qararım şu oldu. Doğru ustazını təlləş üçün özüməm Karima, məsələn, ruhi ösüş boyunca, məsələn, mən bir oxutucumdan özümünü şəxsi rivajlanış boyunca kursların balıqını aytmağamma. Çünki şunda kurs ötədən insanlarını və anda bir-iki gəp kulağıma çalınğan. İndi rastı boluşum ki, yalğan boluşum ki, şunun üçün onun bir mühakəməyə ötməyəm. Mən eşitib indəmin koya vergəm mən. İndi özümdən hürmət etib başlağamma, o nərsəni bartdırıb mənə aytıbsız, söyləbsiz heç kiməm. Hava məsini söylədim ağaya, hava məsini söylədim əpkə dəmidi. Doğru mu? Kim məsələn bunun dəb biliş üçün ötə güclü şəxsiyyətə ega boluş gərəkdən. Doğru mən aytıq qoymadım, uzur. Mən şu xatan aytıq qoydum dəb bilmidəm mən. Bunu özümə əpəm görməyəm mən. Lakin bərabər şu ağrıqım bu an üçün, yəni kəsbdaşımlığını bilib qasa, azıma bilimini bərmidi. Lakin mən içki nərsələrimi işləşim gərək, içimdəki cavabsız suallara cavab tapışım gərək deyən ağrıq bilən baraman. Aytım mən lakin. Keyin şu oxutucum mənə vaxt ötüb, siz dərs bərəsiz səkənəyin deyən. Keyin, hava, bərə mən dərs deyən mən. Keyin, nəçə aytmadınız mənə deyəndə, doğrusu mən yığıla bərgəm mən. Nəçə aytmadınız mənə desə, şu dərəcədə ağrıq dərəcəsindəykən, içimdə özüm bilinmənəkən, yığıla bərgəm mən. Nə üçün desə, eşitgən mən, bir-iki yerə konsultasiyaya barıb, şəxsi aytıq qoyğan ağrıqımı başqa yerdən eşitgən mən. Bundan taşqarı, bunu kursuğunni, minnin deyən gəpini eşitgən mən. Sizə məndən qızğanıb çetləşməyin deyən maqsadda sizə aytmadım. Şu vaxtı, şu oxutucumu şunu yaxşı görgən mən, doğru o dini təlim verməsədir. Lakin nə üçün mən onda qalıb dakansa oxuğam mən? Çünki məylə deyən, siz xoleriksiz. Mən, məsələn, melanxolik mən. Xolerik oxucular gələdi. Melanxolik, yəni nisbilik qanunu həmməyə bir adam yaqıb bilmiydi. Sana yaqadan, səndən təlimasın, məni yaqdıradan, məndən təlimasın. Mühümü, qarang, özü bizə ali maqsaddan çalıq getəmiz. Ali maqsad nə oyədi? Ali maqsad əyallara yardım bəriş. Özüm xisətgən vaxtını xisətdirişədi ku. Nə farkı var onu kimdə oxuydu? Farkı yox. Aşı cihətdən mənimcə sizini saxanızdan, bizəni saxamızdan həmmə sağlam rəqabət nə oluşunu ucu düşünüb alışı gərək. Ucu baku yer yüzündə kvant ösüş bob yatıbdı, lakin insanlar hələ bu temada angini östürməyin durdu. Həman şu bir dəvrədə oturub qasa, yanında gülüb gəpləb izindən söyləş, ili ona taluqlu bulmağan nərsəni mənimcə ucu rivajlanğan, köpçilikə örnək bu bürgən sizən. Məsələn, ustaz bolduzla, birinci kursuzunu ucu bitirsirdiizlə, ucu ikinci kursa təyərgərlik görütürsülə, ucu bizlərə yaraşmaydı. Ustaz təlliyəcəkdə, mənimcə, başqa bir övünü Həzrəti insan dəb qarab bilməsə, o
o oqtuvchidan ko'p narsa olib bilamiz deb o'ylayman. Endi uni o'qituvchilar ham kerak. Uni o'qituvchilarni nima kerak ekan o'zi uni o'qituvchilar deb o'ylayman. Yana yana boshda aytganingizdek niyatga borib taqaladi. Baribir niyati buzuq odamlar bor, ko'rsatib qo'yaman. Erimni ko'zdan o'yib zo'r bo'lib ketaman. Ili qaynonamga ko'rsatib qo'yaman. degan ong bilan keladiganlar baribir shunday o'qituvchiga tushishi kerak ekan. Demak, men o'sha uni o'qituvchilar ham kirib tashlash kerak degan postupkada qaramman. Shaxsan men o'zim ham eshitdim. Diplomsiz odamlarni yo'qotish kerak o'zi deb sizni birov aytdi dedilar. Men aytdim, nahotki dedim, ta'lim, ilm berib yurgan odam birovni kirib berish haqida o'ylasa, o ilm beruvchini maqsadi gullatish emasmidi? Xatosini aytib birga o'tirib gaplashib olishmasmidi? Masalan, biz sizlar bilan menimcha yaxshi natijalarga chiqib keltiramiz sababi, to'g'risi, men yana rahmat deyman sizlarga. Nechun desa, sizlarga endi sotuvimiz masalan bir summani oladigan bo'lsak, 2x o'sdik biz. Rostdan ham 2x o'sdik. Masalan, ko'p orzularim, masalan 2 yildan keyin qo'yib qo'ygan orzularim tezlashib ketdi menda. Nechun? Sizlar menga aytgansizlar-ku, birinchi men shu qiziqtirgan. Sizni shaxs sifatida Instagramda pochta ochib bermayapsiz degansiz. Sizmi? Siz qaysiz yodimda yo'q. Analiz etib o'tirgan vaqtimizda siz shaxs sifatida ochib berilmayapsiz. Yani ramka temasi. Ramkaga girasiz, samimiy ekansiz-ku hayotda. Biz aslida Instagramimizdan boshqacha odam deb o'ylab edik. Gaplashib, yani yoshlikni aytib berib, bosgan yo'lni aytib bergan vaqti. Menimcha shu ramka haqida menimcha sizlar tushuntirishlaringiz kerak. Digital marketing bo'yicha, ya'ni shu sohani olib borajak bolalara novusini qarab brend egasini tahlil etish kerak va ramkani shatadi. Novga olib keladi ramkani oqibati. Shuni tushuntirib bersangiz yaxshi bo'lar edi. O'zi Instagram algoritmi, ya algoritm o'zgardi, sirli bir vaj ochildi deydi-ku. Hech qanday uning emas-da. Instagram algoritmi ina shu narsa odam psixologiyasidan gap chiqadi. Ha. Masalan, men sana kelsamda meni bilasizmi shekilli. Ha. Lekin birinchi marta kelsamda men ramkaga kirib o'tirsam. Javob kelsinsiz, salom, yaxshi rahmat. Mening kitob o'qidim, falan ramkaga kirib o'tirsam. Lekin men samimiy bo'lib kelsamda, javobga men yoshli xato aytib qo'ydim, birovdan qarzim bor berilmayapman. Ya birning birida bir ish aytdim desangiz, siz meni samimiyatimni ko'rasizdan, menga yaqinlashasiz. To'g'rimi? Bu samimiyroq ekan, to'g'ri fikr. O'zingizni fikringizni aytib boshlaysiz keyin. Shaxsiy bilan kurjak ramkaga kirsa, o'zini dum rasmiy ko'rsa, xato aytmaydi u, dum ideal ko'rsatadigan bo'lsa, auditoriya undan qochadi. Aytdim, ideal ekan bu, men shu bormayin, men uni bo'lib bilmayman baribir. Lekin shaxsiy bilan yurchakdan xatolarini, o'zini qadriyatini to'g'ri ochiqdan ochiq yoritib beradigan bo'lsa, masalan, sizga ochiqdan ochiq yoritganmiz. Yoritib beradigan bo'lsa, auditoriya o'zini ko'radi. Mendan bo'lgan shu. Mendan bo'lgan shu xato. Demak, men o'zimni dardimni yorilsam bo'ladi ekan. O'zimni fikrimni aytsam bo'ladi ekan, mendan nima kutmaydi ekan. Masalan, sizni shunday pozitsiyada olib chiqsak, sho'racha kelishingiz hech qanday qiyinchilik bo'lmadi. Ha. O'zingizni o'zi bir omad bilan gap qildingiz. Kursingizni faqat pul uchun ishlatib tursiz. Zo'r mashinalar olib tursiz, orqasida hech qanday mehnat yo'q. Odam ko'radidan uzoqlashadi sizdan. Nechun uzoqlashadi? Chunki sizni danamindirdi, o'zingizni o'zi bo'lgan. Masalan, bunday bo'ladi-ku, buni akasi boy shuncha aytib turibdi. Biza shu darajada aytish kerakki, tenda mehnat yotgan pulni yoritib berishiga. Ish xatolar borligini. Qarzini pulni ochib berishiga. Просто men shunchalik qarzim. Birisi shatgan doğru Instagramda 1 yil orqali $1000 bankindagi qarzi kredit beklangan. 1 yil orqali. Nishik bor? Doğru chiqqandan meni palancha qarz bor, danishim bor. Bunga iloddoshlari 100 so'mdan yig'nab beklab beribdilar. Deb turibdi-da, men ham qarzim bor bankdan, beklamasam bo'lmayacak. Inomda farzandlarim bor, inomda erim. Aytchak bo'ldimiz, uncha o'xshamaydi turibdi. Hozir 1 yilsa million prosmotr bo'lishi kerak. Million prosmotrdan 100 so'mdan tashanda men kreditim beklanjak bo'lib turibdi deb turibdi. Shuni $40,000 qarz beklanib ketgan. O'zbekistonda bo'lgan? Yo'q, O'zbekistonda bo'lgan, Yevropada bo'lgan. Ya'ni doğrudan ro'y chiqib turibdi. Men bizga maslahatimiz, nothing demajakmiz. Просто samimiyat. Nish bor. Hayotdan chiqib bo'lsang, kamerada shunday bo'lishi kerak. Men quyunib aytganikini boshladik-ku keys. Hayotda sho'x, shadon, zo'r kuning aytadi.
Lekin uni hozir biz ramkaga soladigan bo'lsak, da, o'zi shaxsiyat boshlayotgan vaqtda kamera oldina keladi, masalan, kamera bomdan kamera svetla keladi. Yonida 2 dona odam turadi, operator turadi. Sразу ramkaga kiradi. Kamerafobiya. SMM menejer buni tushunishi kerakda, maksimal tavsiyalarni, motivatsiyalarni berishi kerak. Kamera borlik, kamera bo'lmani his eting, bu videoni olamiz lekin chiqarmaymiz degan tavsiyalarni berib maksimal natija kerak. Biz ham o'qib ketishdik. Salat to'riydilar, ovqat pishiradilar. Давайте просто ovqat pishirib turgandan bo'ling. Lekin biz gaplashamiz. Biz gaplashib turamiz. Shu gaplashib turgan jarayonni xalasa qilib chiqamiz, xalasa qilib chiqamiz. Mo'j bir yildan kirkarmiz. Video chiqishdan siz tashiymiz, yoqsa chiqaramiz deb turibmiz. Ya bo'lmasa menikini o'xshatib bildirmang, ya tovar buzib qo'yasan. Surxondaryodan o'quvchilar keldi-ku bizlar shu reel. Shu reelsizni masalan prosta kamera bosib qo'yganmiz. Maksimal bloklarni yechish kerakdan shu vaqtda. Da shaxsiyatdan bo'ldi, samimiy bo'laman, bu gapni bocha aytaman, hech gap gizlanma, deyish mumkin, lekin kamera kelgandan polibon bo'ladi. Lekin u dars jarayonida natilib ketadi. O'zingizdan boshdan vaqtda sal qiyin bo'lgan. Keyin o'sha ochildi deganda biz adabicha o'tganmiz. Adabicha bilan kurash yana qiyin bo'ldi, yana o'sha ochilib ketdi masalan. Shuning maksimal samimiy bo'lib, Mahmud Abkan tunida reels chiqardi, qo'shib qo'yaman debdi. Yo'q, qisliqqan vaqtimda dedi, qo'shib qo'yib yengi beraman, o'ynamazgilar yengi beraman debdi. Bu reels nechun kerak deyishingiz mumkin, lekin tenda mohiyat yotibdi. Nechun nichik mohiyat desa, любой bir qiz qisliqadi. No'shatasi qisliqqandan. Biroq qo'shiq eshishi mumkin. Shu qo'shiq eshitadigan qiz bilan fikri Mahmud Abkaniki bilan dangashi kerak. Biroq qisliqqan vaqtda yig'lashi mumkin. Lekin biroq qisliqqan yig'laydigan qizlar tushmasligi mumkinmi? Yo'q, men qo'shiq eshitdim. Lekin meniki nega ekan Mahmud Abkaniki desa, buni fikrlari, qadriyatlari ertangi chiqib reelsda bir gap aytadigan bo'lsa qiziq bo'ladi. Shu narsani chiqarib turibmiz, o'sha bilib turibmiz, odamlar yaqada bu gap. O'sha kommentariy o'qib turibmiz, samimiy ekansiz, zo'r ekansiz, men o'zim ekansiz deb. Qiz keyin ertangi kuni o'zingiz kursni taklif etadigan bo'lsangiz, kursini borsam samimiy bo'ladi, ochiq bo'ladi, hech narsa gizlamay o'rgatadi deb, yanada kursni sotib olish yaqinlashadi. Ehtimol kuchayadi. Hozir bir narsa tushundim-da, agar значит shaxsiy brend egasi o'zining challim boricha ochsa, Gem mijoz bilan ham, o'quvchi bilan ham o'zi ham qiynalmaydi. Chunki shu samimiyatga topib kelgan bo'ladi axir u. Значит, ramka do'ppa-to'g'ri aytib tursiz. Masalan, ramkaga kirgan vaqtimda rostdan ham umuman meni boshqacha odam deb o'ylagan, keyin bu yana kelgandan keyin boshqa odam o'zim ham qiynalganman u odam bilan ishlash uchun. Qo'rqib qaytib kutib turadi-da. Shuni aytdingiz-ku, ya xolerik, melankolik odamlar masalan men chiqishim mumkin, shaxsiy brend qilib turibman. Agar Po'latjon bilan ikkimiz boshqa brend aytadigan bo'lsak, misol, men chiqib turibman, seriozman. Meni hech qachon qo'rqmash kerak, ya. Hozir gulib turibdi, samimiyat bo'libdi, men ya'ni nodizakman, yana qisqa tushuntiradigan bo'lsam, siz chiqib tursiz, tikuvchi bo'lib, o'zingizni pozitsiyangiz va o'zingizni tonus bak gaplashdingiz. Men chiqib turibmandan zebobkada zo'r bo'lib turibdi, oxiratda turib, sizni yashab olishim shart emas o'zimdan. Tushundingizmi? Har kim o'zining yarasha auditoriyaga keladi. Men seriyoz bo'lganimda, seriyoz auditoriyaga keladi. Po'latjon xarizmatik bo'lsa, Po'latjon o'zining yarasha auditoriyaga. Har kim o'zining yarasha auditoriyasi bor. Hech kim qiynalmaydi ham ekanda shunda. Ya ustoz aytgan-ku, har kim nodadi, ya'ni bir xil yoqilmaydi odam. Ava. Har kim auditoriyasi bor. Nisbiylik qonuni. Masalan, ko'p odamlar men yoqmasligi mumkin, Po'latjon yoqishi mumkin. Ko'p odamlar Po'latjon yoqishi mumkin, men yoqmasligi. Shuni tarsak. Shuning uchun ya'ni birovni yasab olish shart emas. To'g'ri. Chiqarchakmi o'zini boricha ochib, boricha guringlashib, tenda mohiyatini ham tushunib olishi kerak-da. Masalan, siz bilan reels aytganmiz. Qiz bola otasidan nov ketadi. Shu vaqt so'ramiz, novga kerakmi olib chiqishimiz? Rostrim, to'shni hayron qolaman-ku. Tushuntirganmiz. Tikuvchilikqa nima aloqasi bor qiz bola akasidan nov kutishini deyman. Lekin siz aytgansiz, qiz bola otasidan ko'proq pul emas, mehr kutadi. Da, ikkinchi o'rinda pul kutishi mumkin. Qiz sizni ko'rib turgan auditoriya qizlar-ku. Maqsad auditoriyamiz bilamiz-ku. Qiz sizni ko'radidan, bu fikringizni ko'radidan, o'qitdi, rostdan men birinchi mehr kutaman otamdan. Rostdan ikkinchi pul ham kutaman dedi. Kutuvlari danga tutdi. Ertaga bir kun qiz sana keladidan sizni to'liqroq biladi. Ne bo'lmaydi. Ko'pchilik ekspertlikda ishlagan vaqtda shaxsiyatini yoritasi kelmaydi, faqat ekspertlik kontent qiladi. Ya'ni sohaga doir kontent qiladi. Bu yerda no minus tarafi bor. Ertaga bir kun kurs so'rayman sizdan, siz shaxsiyatingizni ochmaysiz, faqat ekspertlik kontent qilasiz. Sizdan kurs so'rayman, siz kurs narxini aytasiz, qimmat tibdan ketib qoladi. Kurs sotib olgan vaqtda
ekspert sifatida emas, shaxsiyat jihatidan yaqin bo'lishi kerak. Shunda qimmat degan cheklov bo'lmaydi miyada. O'zi neden shunday? Nafaqat shaxsiy brendda, marketing hissiyot sotadi-ku. Masalan, dehqon bozor produktimiz geldi falan demeydi, servis sotadi. Servisini ko'proq olib chiqib beradi. O'qiydi xo'laram. Shuni. Shu sababdan ko'pchilik faqat ekspertning yo o'zini zo'rligini ko'rsatib berishim kerak deydi, kurs narxini so'raydi, aslan qaytadi, qimmat ekan deydi. Shuning uchun sotuvlar yo'q ko'p odamda. Yo'q. Haligi shaxsiyat sifatida ko'proq yaqinroq bo'ladigan bo'lsa, narx o'ylantirmaydi uni. Doğru. Bo'ldi deydi, men deydi, sotib olaman. Doğru, bu strategiya bizada ham ishladi-ku yana. Doğru, bize evvelem 3 gruppan doldurup ders ötüp çıkıp görgenmiz o neticeyle ki uşat durup bilmeyenmiz. Biz bunu yazmak o, çempiyon boluş ansat, çempiyon boluş kıyın. Toşni, məşhur boluş ansat, uşat duruş kıyın. Ertesi adam koşuk çıkarmayın kasat, sen bulmasan başka bir çıkadı, ötük getediler ku mesela. Bizeninkinde hem şunu eken, şahsi brand, biznes hem xuddi şunerse. Östürüp ala veresen, uşat duruş. Kıyın hem de bu muydu? Mesela gelip duran derametten prosto kıyın almayı yürütüş gerek ekenden. Ben özüm səmimiyyət adan olsam, ben hazıram danışlarıma ilə nə üçün təfsiyə etəmə? Təfsiyəni teyində özü başqa vəcba. Ula oylidu, как будто o reklama etdirtdi, özünü marketologunu değişi mümkün. Lekin teyində nə yatadı? Öz arzularına yetəsən, maksatlarına yetəsən, köprək ihsan etəsən, köprək adama yetib barasan, köprək yerə paydalı bolasan. Deyən maksatda aytamandan mən köpçülükünə. Köpçülük düşünədi, köpçülük biznes egeləri bər-bir baku, mən yine özümdə tapqan bir dana nərsəm, kütuvsuz boluşu gerek adam. Lübo işini etkende. Mesela yine online kursunu buna satamız, sayt tuttursun için 20 adama satıldı, 50-60'a satılışı gerekedi. Çünkü bunun deyinde mənim kütuvum yok da Abdullah. Mesela siz xıcalat botursunuz, lekin mən saytdım ki xıcalat o boturman. Mən heç нәрsə kütünmən dedim size. Yani ne için kütüş gerek? Doğru. Marketing bölümü yürütüş bu sebebini kılış. Lekin bəbir bunu nəticə Allah'tan buladı axı. O satıvam sen cavab verəsən. Nə üçün bana klient gəlmədi? Yəni açıb bərib durğan bolsanızdan rastlanan bizlərə telefonla oturtdu. Studiyaya adam gətirtdi. Görüb geteyim mən şəraitinizi göreyim. Onu uşaq qalıb bilməslik, ya aytqanız deyil, satı bölümümüz yoxluğundan boluşu mümkün. Ana indi satı uçalı bunu şəb işləş haqda düşündürdünüz. Doğru aytqanız deyil. Kitabında yazılğan nə etsən həmmə нәрsə oxşuydu ekan. Kitabında yazılğan nə etiş gerek aytqanız deyil. Ya özü kıyın dediniz ki mesela uşaq duruş kıyın emas özü. Yani Kıyınmaz. Doğru. Mesela neticesini oylab turib, şu işini etsen, ucu zavq barib bas iş emas, bir hobbi sifatında hobbi emas. Avayım grup aytganda qismanglama, açыңla. Abdullah'tan bir zor gününe bakı. Şu derecede dedi hareket et sebebini kılış gerek dedi. Bir yandan görüyor adam Xudoga işanmaydı oxşaydı. Şu derecede hareket ettirdi. Da boylasın. Sebebini kılıp bolup dedi. Şu derecede Allah Teala tevekkül kılınma neticesine dedi. Bu bola hareket etmeyindirdi. Ne için? Yani aşının la. Doğru. Maksimal sebebini kılıp şu derece neticesini taşak koyuş gerek Allah Teala özü gəladi da. İşini kəsənə tapşırış gerek grubu aytqanda. Mesela yine əvvəl mənəm videoğam özüm düşürəm. Target ne? Даже şun işanası mən target kurs satıp almam 500 bin soma. Rastırım mən etkənmə şu işin targetim özüm yakama karasam target yakış üçün ailəvi nədən vazgeçiş gerek. Karan İnaku səbəbini etdirtmə oxşamaydı dəyişləri mümkün. Lekin ailənin vaxtı özü ailəyə acratılışı gerek ekan. Mən məsələn 24 saat işləb tapmağın bərəkəni geçki 6-qaça işləb tapqanman doğrusu. Demək, o Məftun Ərəbbayonada oxuğanımızda aytqa, işini egesinə tapşırın. Özü həmmə işini özümə təmən deyirdi, en kət tapılın yox atəstəyə. Doppa doğru aytqan ekan. Məsələn, məsələr əlindən tölav etməm, eşini kəmən boğanım yox. O gələ verədəkən, Xudayım sinir ıskızla, bir əvlə oyladım, mən bərt turpma, yox. Mən arkalı sizinkinəm koşub bərədəkən. Sizinkini yenə bir əv arkalı koşub bərədəkən. Yəni, sizə bir əvnikini koşub bərədi. Şunda qanun aylana verədəkən da. Kütüş və şərt qoyub giriş bu nəyə? Şu kanuna tosqıllıq etişə girədəkən. Məsələn, kanun aylanasan da etdirdi. Ya cavab verəsənmi, satıva desən, şərt qoysan əldindən. Məsələn, Azizlə bilən online dərsini işlədik. Bəlkə umma satılmaz. Məyli satılmasam, mən heç нәрsə yox etəm mən ku. Qarırıb qaçandır, öydə oturub qasam, Zeybəni sayənə tükürçü boğanmız desə, avayım da online kursum badəb satarmam bəlkə. Doğru mu? Yaxşı güman bilən ətəvəriş gerək ekan həmmə нәрsə. Güclü kütuva giriş natoru boladı bu saxada da oylimandan. Həmmə şunu xalar edim. Bizəni adamlarda kütudum köp. Adam özü kütüb xar idi, ərim qaçan gülək gələdəykən. Aytaman qoyan ma, gül gerekmi? Ma gül əpbərin də baytasan prosto. Doğrusu özüməm şunu təmə. Tüninəm bitiruvumuzda yaş oğlum inməyəm, ma gül bərbərə, şu günü bərbərməbdi.
Zuhra okuçumuza gəpdi. Ey Gülizdim xoşay ekan, Zuhrablam yadından çıxdı. Şota mənəm azı Güləppəringdə baytaman barıb gəlib prosto aytdım. Heç qıyınca yox. Gülbərçi yadızdan çıx getdi. İşiz bilən boq qaldı oxşuydu. Yəni ona ayıbdarlıqam sindirim mən. İşiz bilən bu yadızdan çıx getdi oxşuydu. Ma bir gülək gələr istəsən boldu, özü boladı. Köp kütmək gərəkmir. Bizə şətəmiz. Kütüb indəmi oturamız ya sənətəsən də yük yüklüyümüz da. Mənimcə mənəm sizlərə yük yüklənmən də boyluma. Ya yüklüyəmmi? Ya yüklənmənə. İş qılıb yüklək qoymasaq oldu. Aşı yükləş ucu bedə ucu xufiyə başqa nərsələrimdən kütü xudadan məs. Как будто şu bəndəsindən boqqa məsələn pul verdim. Sən haqlısan indi deyənin boqqamaslığı gərək. Mən absolutno doğrusu kütü ulasız yaşayıram. Heç kimdən məsələn oxucularımızdanam. Şu məsələ ilə bir mərtə əsətkən məndə şu oxucularımız oxucular bayramında pulingla bindi 100 ağa. Qarasam əgər içinmə içdik görə donsam yaq yatır. Şununla 100 kəsə yaq yatır. Keyin toxta deyəm mən. Bu hələ student, oxucu. Hələ səndən öyrəngən hünərindən bir iş etsin, bir iki som dəramətə çıxsın. Ana bundan keyin boladı o gəp. Bərabər haqlısmı yoxmu? Şu nəfsimizə yaxıt durğan nərsənin teyində kimdir razı olub bərdə o pulunu. Kimdir yaxşı bu kursdaşımdan çalışmayın deyib, moj yığlab azanaçı ərindən qaratıb alıb gəldi onu. Ailəvi şəraiti yetməslik mümkün. Doğrusu da özü arğı tərəfini qayğırsan boldu ekan. Məsələn, tünnəminə açamdan bizə podkast işlədik, Daşkentdən gəldilər, biləs, şödə bir qız yazıq qoydu da, ma yazıq qoydu. Açamını cüdəyəm uluqla varıbsız, bulanı bir göynəkinin nərxi, pəlança birəvini bir ayğı aylıqı. Vula eyibdarmı ona? İli bir ayğı aylıqına doğru gələdə onun göynəkə yapışmasa nəsə arğı adamının nəfsi. Aslısında şu göynəkli nərxinə daş atıb, lakin onun ardından çəllim komanda işlidi, o atmosfera, o məsələn xoşrayət yetkəzib bəriş, o göynəkli xoşray qıza giyizib açıb bəriş, yallarını oylamayın durtdular da. Oylamayın. Məsələn, mən həmişə oylab, biləsku, qoşumca sizə dəramədimizdən taşqarı pul bərbərbürüşə doğrusu hərəkət etəmən və iltimas bu səxib olunla, həmməyə təvsiyə etəmən. Çünki oylaman da, tünnəminə Şahriyar bilən ən köp şu bitiruvumuzda ən köp mehnət etkən Şahriyar bilən mən. Siz barıb oturub aldınız, Polatcan bir yerə çıx gəlməz. Bu toxtamayın durdu, mən oturmayın, sertifikat tarqat durma. Şahriyar həmmən, yəni uşaq qalışı gərək. Çıxsam Şahriyarım da döndərilib qal. Şunun içim oluşdu da. Özümdə hürmət etədəm bir xislətim, doğru mənəm minuslarım köp, qızma kəlir akman başqaman, lakin özümdə hürmət etədəm xislətim, mən birəvini qayğıraman doğrusu. Mən biznes egəsi bağımı, başqa bağımı, oxtuçuz xalqı bağımı qayğır. Oxucunu, adam ku, insan ku, şunu könlünü kütər, özü bərabər edəkən xuda. Məsələn, mən heç qaçan kəm boğanım yox, sizin könlünüzü kütərib, azqına bərbərib, məsələn, yox, gərəkmidir, gəlişimiz onun bulmaz biləndiniz. Lakin mən razı bob bərgən vaxtı, bunam sizəm zeybabkən bərt durtdu deyib qaramaşız gərək. Bu demək, nə olanıdır, yürəkdən etdiyizmi, indi onu Allah bilədi qalbızını. Məsələn, geçki 2-yə çaqaq getib 3-4 top onlayn dərs zapisə tutturmuz. Allah gördürdü axır şunu. Şunu əcri olaraq zeybabkə markalı Allahdan gəldi deyib qəbul etişdən biliş gərək ekan. Dükar Mirzayevlə bir gəp vardı ki, Tunisdə taşıdım məncə. Fakat özünü oylab yaşaş, özün üçün yaşaş, itlər axasıdır. Yəni nan tapılsa oldu ola, yeyib getə verədi. Doğru. Birəni yaşab, birəni oylab yaşaş, bu insanilik. Daha şükür. Adam bopma oxşuydu. Adam bopma oxşuydu isə doğru insanilik. Şu xislətini tap ölməyin kanımda dımqısınamam mən. Birəvdə şu xislətini tap ölməyin kasam, kuru özünü mənfəətini oylatdırğanını görsəm, bu adamın özəm dajı bir vaxt düşünməyin durğan boladı, kuru özünü mənfəətini oylatdırğanını. Mən şöyle ona çüntürüb bərəsim gələdə, toxda. Çünki aytqanızda öz mənfəətinə giriş, itəm köçədə bir nərsəni kanını doydu, getdi, özünün işi bitdi. Rastdan onda bizəni heyvandan nə farkımız qaladı? Bizəni rastlanam heyvandan farkımız kamıydı, onun boladı onun bolsa, rastlanam başqa birəvini qayğırıb bərəkət tapıb yatırman doğrusu. Mən aytaman ki, başlamı sizdən $800. Çota $800 deyib oylanqanman, lakin bizərə şu vaxtında 80-90 oxucu gələdi. Üzümə barib, mən həmişə özüm bilən, içki avazım bilən gəpləşəmən. 80-90 xob, isab kitaba uramız. Mənni oylan qaranda sən 1%-dan məsəkəndan zəliq bir ətik görəli, faydalanıb görəli. Məsələn, Taşkentdə işləməklə, Gigula məsələn, marketinginə $2000 ayına sərfli dəykəndə beşikən mən. Nauya o deyəm mən. Nauya 12 yanda yeşinərsə məsələn, bir görə verəli, dəb qarab, sizlə bilən şu riskini keyin alıb görür. Başda ay mait ölərədik sizlərə. Bir 3 aydın şunun oldu mu? 3 aydın ay mait öləndi, keyin ucu sizlərin strategiyadan keyin risk etib gördük. Yox, xuda şükür, mən yox etmədim. Mən yenə razımam məsələn. Yenə iyulda məsələn siz işinizə cavab bərsəniz, xaqlı elədim, üzlər izləyən adamların köpəktirinlə.
Məsələn, sizlə bilən işləşini köpçülük haqlıdır, özümü danışlarıma, yox da baytdılar ki, dedi, məsələn. Şunun üçün, bərabər, məsələn, mənəm aytqanmayla, tikib bərmişsəkən də pafa boq getədə onunla, köp boğan məndənəm. Yox deyənim üçün xeyli o deyərlər, lakin mən o yox cavabını xeylilikim üçün verməyəm mən onlara. Yox deyən cavabını, şu məsuliyyətini boynuma aldım mı, teyindən çıxa ölməslikimə gözüm yetkənim üçün yox deyəm mən. Sizə əmmə aytqan, sku olunla, zor işlətdirsə, səxi zeybabkə, sifət düşük getədi deyən sku. Məsələn, kətdə köpçülük egosunu gəppinə girib, boldu olamanca proyekt bolsa dəyişim mümkün. Siz məsələn ondan köpəytirimiz bizə də qoyubsuz. Xaqlı elədim, köpəytirin, həmmə şunda işləsin. Həmmə, məsələn, bu adam 2 xadın bilən işləsə, $1000 dərəmət aylanadayken onda. 4'e köpəysə, 3000'e köpəyədəyken o. 10'a köpəysə, heç qaçan xudaytala bir başına 10 milyon somunu verməyədəyken. Üzlər izdə. Addi, öz izini təxlil etib bənə, bizə bilən gəyəndən çəydiniz, keyin çabuk köpəydi izlə. Məsələn, başlayacaqdan çəydi izlə. Öz iz montaj etərmədiyiz Abdullah başda. Şulanam açıb bərin, bilsinlər, o yəni özündən çıxıb cəmaat toplab oturğanda boylamasınlar da. Bizi başlayan vaxtı 2'ye 200'ü. Sen ben var. Var. İkimiz hem kamera açıyor, ikimiz hem montaj etərdik başda. Özü xəsət bilən xəvəsin səl naşı zor düşünüb etken vəcimiz bolğanda xəsət bilən xəvəs. Keyin argınam toxtalıb ötəmiz. Başda xəsət bilən xəvəs şəb işləyirkən mən oylardım xəvəs dumam zor işləmiydi, oxşıydı deyib də. Maşın aldınız ki, bir mərtə hədək göründə deyiz. Hədək gördük, xəvəs etdik, iç işdən xəvəs etdikdən lekin miyədə çeker aba hələ yox. Çağlamız olmasın. Abba mıydı hələ? Şu vaxt yox, alasıla hələ. Daim mən sizlərə əlindən bərəmə, yenə başqa proyektlərdən alınğa deyəmiz. Bəzi bir ilac yox oxşıydı da dedi də. Keyin, məsələn, bərdiyiz. Başqa proyektəm çıxıb tutmuş, boldu bərəməndə tutdu. Başqa proyektəm çıxıb tutdu, boldu bərəməndə tutdu. Yəni, xavas etdik, alındı. Tunidən bizə köp həmməni küzətəmiz, yaxın insanların küzətəmiz. Siz bəzi ustazlarımızı küzətəmiz. Xumay ustazını arkasındaki kreslə yaxıqqandan bizə karışın kreslə üzərimizdən zötdürsək. Şkafı, ofisi, akkurat zor tuttu da. Yəni, xəsət etmədik öyrdən. Xavas etdik, zorbalara. Bir gün aşı köngümüzə sat tutdu, prosto bir girib turmaz kreslağa. Şunun zor karışın kreslə tapıb tutdu, soratdığımız 4,5 milyon somda tutdu da. Şətəmiz ikimiz, ikini alamız, bol alt turmaz. Üzünün öz, yəni işdən gəl tut, oturup ricayet edilmişsiniz gemiydi. Doğru. Bir gün bunu alamız, palançosunu tapışımız gerek. Keyin arkaya barıttıqmız, şkafı öttürtüqmüz, stolu öttürtüqmüz, içəsən bola 4 milyon. Normal ne? Oldu. Özü aslında vəclə nərxlə arzan tüyülüb başlamaydı. İnsanın təfəkkürü, fikirləşi gengəysə, sunma kiçirək qaladayken da. Xudayım bir antika ilahi kanunlarını yaratıb qoydu. Bunu təfəkkür egəsi bulmayınca düşünüb yetmiysən, otura verəsən ya, karala bu nə, onca somu, bir ayını bir ayğı aylıqı, bir ayını bir nərsəsi deyib otura verəsən da. Məsələn, nədəm ay tutturdu, addi bir göynəkni giyiş üçün direktdən yazadılar, dedi. Məsələn, sizlər Allahdan tapasla, bunçəllim qımmat qoyubsla nərxini, Allah sizlərini gördürdü, addi xalqını oylamışla. Nə üçün addi xalqını halını addi bir günahkar kul bəndəsi oylaşı gerek. Vam sənin günahkar kulu, sənəm şunun bir günahkar kulsan. Nə üçün birəvini halını birəv oylaşı gerek? Yəni birəvini şəraiti yetməsə birəv əyib daraməz ki o nərsəyə. Bu ayal ay tuturdu ki, şunu SMS-də istərə negativ gəmiyimi də aytdım da indi. Kələdi biz gəyəm. Video çürədən balasına çay içmədim. Dedi, bir toda gələdi, dedi, negativ gələdi, dedi. Keyin dedi, şuda dedi, yazıb durmam, bir sənə bir gün yazdım, dedi. Həməyli, bu suam əz, nanam əz, qımmat bolsa, şunçəki yazman, giymən bizədən giyim də baytsam, dedi. Giyəsin baş onu, şətişim gerek də baytadı, dedi. İnabı indi şəraitsizlik əməsdən bu, 100% nəfs bu. Nəfsini gəppinə girib, bir insanlı dilini ağrıtıp, bir nərsə yazıb durub, bir vəcə yetib bu miydi da. Maytama, mənəm indi bir ilimsiz, cahil vaxtım boğan, demən, lekin içimə sığmayın, barmaqlarımdan deşana çıxıb getib, kommentariyalara dökülüb getədə onun dərəcədə qəzəbim bulmağın da içimdə. Maytaman adamlara yardım gerek. Əvvəllə, vay şunu yinəkən də tipa karalir edim, hazı karimanda yo adamlara yardım gerek demə. Bunlara təfəkkür etşə, Allah'ın çeksizlikine başqa yol bilən yetilişini heç bulmanda şunu toxtatışdan başlaş gerek. Ona nərxu, hadisdə aytadı, işi dünyada Allah həmmə nərsəni çəkərəsini belgiləb bərgən. Birdən nərsəni çəkərəsi yox.
O ham bo'lsa, hər bir insan özünə etgan mehnatinə özü narx qoyuş. Demək, prosta davamında aytadı, iman çəkərəsindən çetə çıxmasın. Özü mehnatinə özü narx qoyğanlara, bizə daş atqanda, bizə asıl bu adama məhz Allahın sözünü üstünə söz söylətdirən bolamız ekan. Məsələn, öz Allahın sözünün üstünə heç kiməm açıqca söz sözləmidi. Allahın sözü üstüge söz sözləvçilər deyən cümləni oxuyanda, yox kim açıqca onu etib söyləydi derədim. İnsanlar ilimsizlik qılıb üzü bilməyə halda söz üstünə söz sözləydilərkən şunu düşüngəndən keyin, bəzi nərsələrin mağzını əngləb yetişmək üçün adama güclü ilim gərək. Köp informasiyalara ega bo'lişi kerak. Masalan, men xotirjam bo'lib bilmayman deydi. O xotirjamlikka yetish uchun ancha-muncha narsa bilish kerak. Bo'lmasa, shu melichi narsalar uchun ham masalan axsham nə qo'ydim, oxirgi marta nog'a qisindingiz, bolam kasal bo'lgana, bolam temperaturasi tushmay turgana, erim xiyonat etgana, qarab turibman yordam kerakdan. Yani nereden başlaştığını bilmay turibman. Bir rejalarim bor endi men masalan shu главный profilimiz uchun Baxtiyor oilani o'zim sharhlab boraymi ekan, har 2 kundan 3 kundan bir. Yani yardım gerek. Meyli platni kurslarımız ham bor. Masalan, mut narsa ham adamı pitaya o'stiradi. Lekin undan ham kattaroq natija kerak bo'lsa, o'sha platni kursga o'tasan. Undan ham kattasi kerak bo'lsa, o'sha ustoz tutasan. Shu yo'l bilan boriladi ekandan. Shuning uchun verilarni ham ko'rib chiqish kerak. Shu komanda aytish ham havasdan kelib chiqqandan keyin. Masalan, boshda ikkimiz ishlab o'tmiz. Ba'zi bir o'zingizdan zo'rlarni ko'rasiz-ku, ustozlar kimimizni bu soha bo'yicha gördüğümüz ular komanda düzgün. Biz akşam komanda düzemiz. Keyinchalik 3 proyekt aldık, 4 proyekt aldık, 5 proyekt aldık. Mesela siznikini aldık. Şu siznikini alma vaxtımızda özüm düşürer edim, montaj eder edim. Ava, zötperinizə bab gedib oturar ediniz. Keyin gördükmiz zor ötüş üçün bərbi komandaya. Mesela ideyanızın ulaşlıqları mümkün, sizin bir köçürüşləri mümkün. İşte nozunu ak koyup bilədik, komandanızın gücü yoxdur, aykenlə? Şunu. Doğru. Şunu düşünüp etkənizdə ki, boldu. Davay, işlən bölüb taşıyımız. Senari, montaj, operator, target. Boldu. Bir montajör alamız, çakırganımız birinci. Operator boldu, düşürəmən degen. Astan öz teatrımız. Hazırda ucu, mesela, non kəlləmizin artıq. Target mi boldu? Target üçün adam tapamız, acarat taşıyımız. Kəllədən çıxarıb taşıyımız. Hər kim mesela, montajör azında gəldi, boldu, montajlı bilədi. İş şunda sifətlərək çıxar. Şunun üçün hər gün davamilik boldudan bizə də Instagramda. Davamilik bacayda özü ösüş boladı ekan. Mən yenə oylayırdım. Nə üçün həm məni podpisçi köpəyədi, məndə yox. Həmmə iş Xorazmdə, həmmə kəsbdaşlarımızda ən az podpisçi bizə dəydi. Nə üçün bizə də köpəymidik ekan? Sizlər bilən, hələ 1 il olmadı. Fevral, 11 ay bolubmu? 11 ay bolğan bolsa 11 ayda живой 100.000 podpisçi yəni. Yani maksatlı auditoriya cəlb etgəmiz, ləkir-lükür, özümüzə uzaq emas. Məsələn, maksatlı auditoriya cəlb etilgən. Çünki Reels'lar arkalı topladıq bizə, target arkalı, bu maksatlıya girədi, doğru mu? Toplananda düşündüm ki, disiplina köp nərsəyə nəpələdəkən, öz şəkkələdəkən. Sizlərin vaxtında, sətində işə gəlişləri, sizlərin disiplinalarınızı yine daha özüm uşaq bilməyim qalamaq, geçəkə burayım. Məsələn, geçək anımını kəfarəti ölərək mən sizlərə həmişə qoşumca eyblərim yapır üçün hərəkət edib, satığımız yaxşı bulan vaxtı dəramət acıratamam, məsələn. Rekord satıq bu anda pul verdiyik-ku, neçə zaman qayıtıb oturmalı. Keyin almaqat çəkilib tutmuzda, içimizdə, məsələn, gəlişudan təşqarı pul bu. Nitorak oladı, dəb oynab tutmuz. Keyin saytdınız, bu sizlər üçün əməs, özüm üçün bərk tutma, alağa keyin oldu, düşündük də, kağıt qoyalım. Yəni, sənəm Allahdan köprək niyyətini bərişini istəsə, köprək bərişin gerək ekan. Məsələn, təxəccüd namazdan eşitgan olsanız 2 rəkətdən 12 rəkətəcə oxuş mümkün. Mən heç qaçan 2 rəkət təxəccüd oxu görməyəm mən. Əgər mən təxəccüd otursam, oxusam 12 rəkət. Nə üçün desə, Xudayman ma sorağanımın artıqını bərk gətirik. Nə üçün mən ərinib 2-ni oxuşum gərək? 20 olsa 20 nam oxuyardım əgər. 12 özün naunu nətsən, məsələn, səni işin, niyyətlərinə ertaraq yetişini xaxlasan, mənzillərə ertaraq barış gərək ekan aytılğan yerə. Məsələn, pulda qiynalmaslıqını xaxlasan, əldindən tölav etişini öyrəniş gərək ekan. Məsələn, əldindən tölav zor işlidə on nə bu qayda, köpçülük üçünmüdür? Başda iş görsət, keyin bərəmən. Nə iş görsətəsən sən özü? Kars 2 koldan çıxadı da, bu biznes egəsi məsələn özü bir haram halalını farkına barmıydı onun, bir bərəkə nə düşünmüydü adam bolsadan sizdən tələb etib yatsam, faydası yox axır. Məsələn, mən bir reelsimizdən nə bominkasam, mən heç qaçan sizdən görüm mən.
özüm bir nərsəni значит vibrasiyam düşkən, ya mən negativləşməm oluşum gərək. Çota bu yaxşı temaya da çıxan temamız. Dəb Karimandan doğrusu. Həmişə yaxşılığa işləyir özümdən qıdırış. Məyli, bəlkə özümüzdən məsdir. Lakin özümüzdən qıdırış heç qaçan ziyana işləmidi. Özündən qıdırası gəməsdikən bu egodan da, nəfsdən. Nəfsin danığı adam ucu həmin sən özündən qıdırışa qıynalmayıdəkən heç qaçan. Şundan düşündüm da. Şu bilən bugünkü podkastımız özünün nihayəsinə yetdi. Oylaman ki, sizlər üçün mənfəətli söhbət oldu. Əgər də marketinq boyunca ölkələrimizdə savallarınız bolsa, ekranlarımızda olan ictimai tarmaqla dəyib profilləri yazılğan bemalal direkt arqalı müraciət etsəydilər, sizlərə düşünmündürğən nərsələrinizdə yeçim tapışa yardım verədilər. Bu podkastımız haqqında əgər fikirləriniz boladan bolsa, əlbəttə onu kommentariyada yazıb qaldırınlar. Bundan təşqarı keyingi mehmanımız kim oluşunu xaxlisizlər və nov mövzularını sizlərə yaratıb bərişimizini xaxlisizlər. Şula haqqda yazıb qaldırsazlar, xursənd bolamız və keyingi səfər sizlə sorağan insanlar bilən sizlə sorağan söhbətlərini ötürüşə hərəkət etəmiz. Bu YouTube kanalımızda şunun mənfəətli söhbətlərini köp caylab barışa hərəkət qılamız. Bulanı ötür bərməslik üçün kanalımıza abunə olub qoyun.